Baharın gəlişi təbiəti oyadır. Ağaclar çiçəyə bürünür, çöllər yaşıl örpəyə bələnir. Yazın ilk günlərindən tarlaların kənarında, otluq sahələrdə və yol boyu müxtəlif yabanı bitkilər cücərir. Onlardan biri də xalq arasında sevilən və geniş istifadə olunan qanqal bitkisidir. Salyanlılar da yaz mövsümündə bu nemətdən bəhrələnmək üçün təbiətin qoynuna üst tutur. Boş vaxtlarımıza gəlib qanqal yeyirik. Kətdə çox istifadə edirik bundan. Gəlib verəncə yeyirik. Həm müalicəvidir, həm də belə mövsümə uyğundur. Tikanlarına görə əlcə ilə də işləmək olar üstündə. Nə acı dadmır, nə şirin dadmır. Dadı belə meyxoşdur. Yeyirsən, yəni müalicəvi kimi ən çox istifadə olunur da belə. Araşdırmalara görə dünyada qanqalın 380-dən çox növü mövcuddur. Onların bir hissəsi Azərbaycanda yabanı halda bitir. Qanqalın boyu 60 santimetrdən 1 metr 50 santimetrə çatır. Ala qanqal adlandırılan növü adi qanqala bənzədiyindən onları ayırmaq bəzən çətin olur. Çox vaxtı bu qanqaldan yeri. Bəli, ala qanqaldan yeri. Bu yəni yeməli qanqaldır. Yəni oxşarlığı var da bəzəndə. Bəli, bəzi bir oxşarlığı var. Bu babalarımızdan, nənələrimizdən eşitdiyimizə görə çox yeri var bunların. Yığım prosesi çətin olsa da ala qanqalın gövdəsi, kökü və toxumu da orqanizm üçün faydalıdır. Torpağın altında kökü də müalicə əhəmiyyətlidir. Ondan da istifadə eləmək lazımdır. Bir də ki, qanqalın toxumu var. O toxumu da qabaq nənə babalarımız qorğa qoranda o toxumu yığırdılar. Qoşurdular o buğdaya, qorurdular, verirdilər, yeyirdik. Mütəxəssislər bildirirlər ki, xalq təbabətində qanqal bitkisi müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Qanqal öd kisəsi, babasil, ürək, oynaq, ginekoloji və digər problemlərə qarşı təbii vasitə kimi tanınır. Onun toxumu isə xüsusilə qaraciyər üçün faydalı hesab olunur.